Prezident İlham Əliyev sel və daşqınların təhlükəli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən Bakıda və bölgələrdə güclü leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 85 milyon 869 min 260 manat vəsait ayrılıb. O cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat, Dövlət Su Ehtiyatları Agentliyinə isə 21 milyon 443 min 875 manat ayrılıb. Həmçinin Azərşıq Açıq Səhmdar Cəmiyyəti üçün 15 milyon 8 min 260 manat, Fövqəladə Hallar Nazirliyi üçün 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyəti üçün 1 milyon 437 min 315 manat vəsait nəzərdə tutulub. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.